Bu gün hər birinizin çox bəyənəcəyi resepti sizinlə bölüşürəm. Quru ərzaqlardan unu, kakaonu, şəkər tozu və sodanı qarışdırıram. Üzərinə yumurtanı, bitki yağı, sirkə və südü əlavə edib mikserlə çırpdıqdan sonra formaya yığıb, öncədən isidilmiş 180 dərəcəlik sobada 40-45 dəqiqə nəzarət edərək bişirirəm. Qalın qazana südü, yumurta sarısı, şəkər tozu, nişasta və un əlavə edib əlimi dayandırmadan orta istilikdə qarışdıraraq qatlaşana kimi bişirib 1 saat dinləndirirəm. Biskviti ovub, üzərindən yüngülvarı bastıraraq formaya hamarlayıram. Bişmiş kütlənin üzərinə qaymaq və vanil əlavə edib çırpıb, sonra isə biskvitin üzərindən hamarlayıram. Sonda isə qaynar qaymağın üzərinə şokolad əlavə edib əridib, üzərinə çəkirəm və 1 saat